İlham Əliyevlə əgər namusdan, qeyrətdən, şərəfdən xəbəri varsa, mən mehman deyiləm. O şəxsiyyətsiz, namussuz, qeyrətsizdir. O qədər qeyrətsizdir ki, ay Qabil. Deməli, bu bilirsən necə eləyib? Bu qızı Leyla Əliyevanın yanında Cəmilə Əsgərovanı görüb. Leyla Əliyeva Cəmilə Əsgərovanın evinə gəlmişdi, çay içməyə. Bilgətdəki evinə çay içməyə gəlmişdilər. İlham Cındı Köpoğlu Leyla Əliyevanın padurqasını görür. Hə, və deyir ki, padurqanı gətirin yanıma, onu mən qayıracam. Bax, belə bir Deməli, Cəmilə ilə bir yerdə öz qızının padurqasını görür Cəmiləni. Bəli. Oyda. Bilgətdəki villaya gətirib padurqası olur. Cəmilə Əsgərova Leyla Əliyevanın padurqasıdır. Gətirib Bilgətdəki və indi dostluq da gətirib. İlham Peysər Leyla Əliyevanın padurqasına göz tikən şərəfsizdir. Özdə necə qoy sənə o hekayəni danışım. Ay, bir deyəsən subay adam olub, bir deyəsən ki tək olub, bir deyəsən ki boşanıb. Ay, Mehriban otağında olub, ay, yatıb. Mehriban yatan zaman bu Peysər İlham Əliyev Cəmiləyə göz tikir və onu pişim Londonda mülklər alır ona, Londonda biznes açır, Bakıda restoranlar açır və basıb qayırır. Basıb qayırır. Cahangir Əsgərova çoxlar sual verir ki, ay Mehman, bəs bu Cəmilə hamilə olanda niyə uşağı abort eləmədilər, niyə uşağı yox eləmədilər? Çünki bu Peysər İlham Əliyev Cahangirə söz vermişdi ki, mən Mehribanı boşuyub Cəmiləni alacağam. Vay be, vay Cəmilə be. həqiqətən də çox gözəldir. Mehriban, Ay, onu göstər də, mən də göstərəcəm onu. Ay, əlinə su tökməyə yaraşmaz, hə, Mehriban. Mehriban ancaq onun orasını silməyə yaraya bilər. Ana, manikendir, qız aya deyirsən çıxma mən. Mehmana deyirsən çıxma mən çıxım. Qabilə deyirsən çıxma mən çıxım. Qız elə qızdır, ha. Aya deyir, günə deyirsən çıxma mən çıxım. Bax bunun gözəlliyinə bax. Oyda. Bax, elə bir Süleyman möhrüdür. İlham buna vurulur və deyir ki, mən bununla olmaq istəyirəm də. Yəni bunu Cahangirə söz verir ki, alacağam. Qoy uşağı doğsun. Sonra qoy mən sənə Allah, qulaq gündə bir şey eşitməsə, göz bir şey görməsə kör olar, hə. Cəmiləni görən cənnətlik olur, hə. İlham Əliyev onu əlindən döyüb, əlindən alıb ona doğuzdurub, hə. Sonra bax bu ortaya girir, bax bu. Qocancıq. Bax dostlar, bax bu İlhamın şeydir. Bu onun Camışın şeyini oxşuyur. Bu hara. Bax. İndi bunu anası kimi bunu öldürəcək, ha, heç şey yox. Bunu şey bitin oxşuyur. Yəni, bu Peysər Leylanın padurqasını basıb qayır. Mehriban da yatır otağında. Sonra doğuzdurur və sonra Mehriban tutur ki, bu cındır Akaş da cavan bir qız tapıb özünə. Cavanla qayışır və deyir ki, davay, məndə əlimdə sənin nə işə çəkdiyin videolar var. Sənin... Mehman bəy, çox özür istəyirəm. Bir neçə il bundan sözü baldan kəsirəm, yəni buradan davam edərsən. Bir neçə il bundan qabaqdan, yəni Mehriban hamı ona çöyməyini, səcdə eləməyini gözləyir. Üstəlik, bu qız evlilik, sivil 14-cü il idi, nə idi də siz dediniz. Ondan sonra bunun anasını qan xərçənginə bulaşdırır Mehriban Əliyeva. Cəmilənin anasını Mehriban öldürür qan xərçənginlə. Çünki düz deyə öldürməyə bilərdi, amma qızını o dırkaladı, o ərinin yatağına soxdu, anasını hədəf aldı. Üstəlik, onun Azərbaycan 1-ci milyonçusudur axı, nəm 80 neçə milyon, amma əslində 2,5-3 milyard pulları var. Mehriban, Cəmilənin anasını Mehriban öldürdü. Buyur. Və Mehriban da deyir ki, mən səni biabır eləyəcəm bu ölkədə. Əlində götürün qumarda uduzduğu videoları var, cındırlıqları var, hər şey var Mehribanda. Və deyir ki, davay, indi mənim ölkənin ikinci adamı olacam, ikinci vəzifəli şəxsi olacam. İlham da Dovşan, arvadın sözündən qorxan, şəlpəcədə deyir ki, davay. Və iclas keçirir, konstitusiyanı dəyişir, Mehriban Əliyevanı vitse-prezident eləyir. Hər halda, Mehman, hər halda mən bildiyim qədərindən Lukashenko'nun altından keçərək Putinin bir icazəsini alıb da, Putinin də altından keçərək Leyla ilə Putin'i ayrıca görüşdürdülər, Qubadan belə onu Vidadi İskəndərli çox gözəl açıqlayırdı. İnan ki, Vidadi deyirdi ki, Mehriban Putinin altına girmək üçün bir neçə adamın altından keçir. Buyur. Allah rəhmət eləsin Vidadi İskəndərliyə. Həqiqətən də o faktlar öz təsdiqini tapıb. Maraqlı məqam, hörmətli izləyicilər. Deməli, Mehriban bu uşaq doğulanda, Mehriban vitse-prezident olmamışdan qabaq, tək başına mühafizəçilərlə samalyota minir, gedir Putinin yanına. O görüş var. 2015-ci ildə Rusiyada Putinin köməkçisi ilə görüşür, icazəni alır, qayıdır və olur vitse-prezident. Putin Mehriban'a çaldırır, əmizdirir. Açıq deyirəm mən bunu. Mən orada olmamışam. Mən bilirəm, hiss edirəm mən. 100%. Seyid adamam mən bilirəm. Putin amma məsələ bir şey deyim. Putin Mehribandan çox Leylanı qayırmağı xoşlayırdı. Leyla dəli kimi hoppanın mıxın üstündə düşür də belə. Dəli kimi, dəli kimi Putin'in xoşuna gəlir. O meymun nətər oynadanda adamın xoşuna gəlir. Yəni, ən oyna. Meymun kimi şeyin üstündə oynadık da Putin'də. Hə, Rusiyadan Mehriban qayıdır. İlhama deyir ki, mən getdim, icazəmi aldım. Vitse-prezident olur. Uşağı verirlər Leylaya. Leyla baxır. Mehriban deyir ki, davay Cəmilə. Bay bay, uşaq bizdə qalır. Verirəm Leylaya. Və beləcə...
Çox dəhşətli bir məqama toxundun səni. Ən incə yer oraydı. Hansı ki, bunları boşaltdırırlar ki, uşaq o soyadı daşımasın. Bəli. O məqamı təzədən burada deyir. Tələs-tələs danışırdım. Burada rahat-rahat danışdıq adam. Hörmətli Vaxtımız oldu, izləyicilər, rahat ol. deməli, necə olur? Əminə Əliyeva, mən onu onda Əminə Əliyeva. Deməli, Əminə Əliyeva, bax bu qız. Əminə Əliyeva doğulur 2014-cü ildə. 2014-də. Amma Əminə Əliyeva... Nəman, çox üzr istəyirəm. Uşaqlar tərbiyə yoldaşlarsa da tortu kəsəstilər. Mən gedim ora, sən efiri tamam. Sən tutucuna doluysan. Efiri tamam elə, mən gəlirəm. 10 dəqiqə gəlirəm, 10 dəqiqə. Mən orasına baxmışam, sən danış burada. 10 dəqiqə gəlirəm. Tamam. Elə bir necə mehriban Putin deyir, Leylanı meymun kimi oynar. Bilmiyorum, necə yaxşı, ay qabil. Yaxşı, get tortun, boğazında yasına ay qabil. Deməli, hörmətli izləyicilər, efir mənlikdir. Mən də deyim. Deməli, Əminə Əliyeva, bu uşaq 2014-cü ildə bu uşaq doğulur. Əminə Əliyeva doğulur. Amma niyəsə Leyla Əliyeva onu 2015-ci ildə deməli övladlığa götürür. Övladlığa bir il sonra götürür. Halbuki tez də götürə bilərdi də. Amma yox, burada nə baş verir? Tarixləri həmişə yadda saxlayın. 2015-ci ilin may ayında Leyla Əliyeva status yazır ki, mən Emin Ağalarovdan boşanıram. Emin Ağalarov bunun keçmiş bir şəkillərlə Emin Leyla. Bax bu Emin Leyla. Deməli Leyla yazır ki, mən Emin Ağalarovdan boşanıram. 2015-in may ayında. Sonra 2015-in iyulun 27-si, iyul ayında Leyla yazır ki, mən uşaq götürdüm, uşaq evindən. Deməli bu Emin'dən boşanır, sonra bu uşağı övladlığa götürür. Azərbaycan Respublikasının qanunu, bunu hər kəs bilsin. Qanunu deyir ki, kimsəsiz evindən hər bir ailə uşaq götürə bilər. Bunun üçün növbəyə yazılmalıdır. Ailə, qanun deyir ki, ata və ana olmalıdır ki, sən uşaq götürəsən. Düzdürmü? Amma necəsə oldu ki, Leyla Əliyeva və Emin Ağalarov boşanır, sonra götürür uşağı. Qanunun ikinci bəndi deyir ki, əgər siz boşanmışsınızsa, qadın yenə də uşaq götürə bilər. Bir şərtlə, əgər onun 30 yaşı var. Leyla Əliyevanın 2015-ci ildə may ayında boşananda 29 yaşı var idi. İyul ayında ona görə götürüb ki, çünki iyunda Leyla Əliyevanın ad günü olub və 30 yaşı qeyd elədi. 30 yaş olanda bu gedib uşağı götürüb və familiyası da Əliyevadır. Ağalarova yox, halbuki Emin Ağalarov hər yerdə nə deyir? Emin Ağalarov deyir ki, mənim qızımdır, Mayadoç, mənim... Emin Ağalarov onun atası nə biyoloji atasıdır, nə hüquqi atasıdır. Bu aydındır mənzərə. Biz araşdırdıq, niyə bu Leyla uşağı götürməmişdən qabaq boşanıb? Çünki İlham Əliyevin planı idi bu. İlham Əliyev Leyla Əliyevanı məcbur edib ki, sən boşanmalısan, uşağı götürməlisən ki, uşaq Ağalarova familiyasını, soyadını daşımasın. İlham axı qeyrətli prezident, onun qeyrətinə dəyə bilərdi, əgər uşaq Ağalarov olsaydı. Bu bunu götürür, bunları boşuyur, Leyla uşağı götürür, soyadı olur Əminə Əliyeva. Əminə Əliyevanın sənədləri də məndə var. Atasının adı Emin getmir, atasının adı da gedir XXX. Kimin ki atası bilinmir, kim ki deməli kimsəsiz evindən çıxırsa, olan şəxsiyyət vəsiqəsində, sənədlərində həmişə ata adı XXX olur, yəni bilinmir. Bax, belə bir oyun qurublar, Əliyevlər ailəsi, görün ha, bir balaca uşağa görə qızını boşaltdırır, bir balaca uşağa görə, İlham Əliyev Əminə Əliyevaya görə Azərbaycanda konstitusiyanı dəyişir. Təsəvvür edirsiniz bu nə bir şeydir? Əminə Əliyevaya görə qanunları, konstitusiyanı dəyişir və vitse-prezident vəzifəsini açır. Deyir ki, indi də ölkənin vitse-prezidentini təyin eləməliyik. Kimi təyin eləyir? Mehriban Əliyevanı. Mehriban Əliyevanı isə niyə təyin eləyir? Bu Mehriban Əliyevanın istəyidir. Mehriban Əliyeva dedi ki, sən məni ölkənin başına gətirəcəksən. Niyə? Onu da izah edirəm. Məsələ odur ki, hörmətli izləyicilər, 2013-14-cü illərdə Rusiyada Vladimir Putin, Rusiyanın prezidenti, öz həyat yoldaşını Lyudmila Putina onu boşuyur və cavan idmançı Alina Kabayevanı alır. Mehriban dərk eləyir ki, Putin əgər bunu eləyibsə, bunu bacarıbsa, Putin əgər o boyda Putin qoca arvadını boşuyub cavan mamlamatanı götürürsə, deməli İlham Əliyev də bunu eləyə bilər. İlham Əliyev də Mehribanı, qocanı boşuyub, kukla Cəmilə Əsgərovanı ala bilər. Amma bu buna imkan vermir. Niyə imkan vermir? Çünki bu Paşayevlər, zadəganlar bu nəsilləndə, bu qohumlarının arasında adına söz çıxmasın deyə. Bu deyir ki, İlham, səni mən sürüyərəm, sənin nə işə çəkdiyin videolarını,
qumarda dalını uduzduğum videolarını, hər şeyi paylaşacağam mən.